deyəndə, ümumiyyətlə tarazlıq hər ilin qəbulunda düşən sualdır. Bunu yadınızda bir nömrəyə saxlayın. Eləyirlər yoxdur ki, o ilin qəbulunda düşməsin. Baxın, tarazlıq deyəndə bir təzyiq ola bilər. Bax, qısa formada deyəcəm. Təzyiq deyəndə mola baxın konkret. Təzyiq deyəndə mola. Əmsal deyirlər, həcm deyirlər, hamısı sadəcə mola baxın. Qatlıq deyəndə, qatlıqdan söhbət gedəndə maddənin özünə baxacağıq. Yəni, hansı maddədir ona. İndi bunları bir-bir izah edib yadınıza salacağım. Sonra, temperatur deyəndə, biz temperatur deyəndə nə ilə öyrənmişik? Q ilə. Q-yə baxacağıq. Və təzyiqi dedik, qabın həcmi deyəndə, qabın həcmi. Yenə də mola baxırıq. Yəni, düzdür, həcm deyəndə, artır deyəndə təzyiq azalır belə. Sadəcə isə qısa yolu deyirəm. Yəni, testdə tətbiq eləmək üçün. Bax, təzyiq deyəndə mola baxırıq. Hamısının başında bir qayda durur. Həmişə azalma, əksi. Yəni, artırırsansa azalma, azaldırsansa artırma. Hər şeyin əksini deyin. Baxın, təzyiq deyəndə mola baxdıq. Qayda da dedim, hər şeyin əksi. Təzyiq artanda mol necə olmalıdır? Təzyiq artanda azalan tərəf. Təzyiq azalanda çox olan tərəf. Soldakını artırdım, maddəyə baxıram. Sol tərəfdə reaksiya girən maddəni artırdımsa, onda hara yönələcək? Sağa. Çünki soldakının qatlığını artırıram. Bu zaman o qatlığın azaldığı, yəni sağa tərəf yönələcək. Sağ tərəfdəki maddənin qatlığını artıranda hara yönələcəkdir? Sola yönələcəkdir. Əslində biz şərti olaraq sağ-sol deyirik. Yəni bilirsiniz də, qabın içində reaksiya gedirsə, onun sağı-sol. Yoxdur ki, yəni biz bunu şərti olaraq deyirik. Sonra soldakını çıxardım. Soldakını çıxardım, elə öz tərəfində qalır. Soldakını çıxarmışam, öz tərəfində qalır. Sağdakını çıxarmışam, elə sağ tərəfdə qalacaqdır. Sonra üçüncü, temperatur. Temperatur deyəndə Q-yə baxdıq, düzdürmü? Temperatur artdı, hara yönələcəkdir? Mənfi Q-yə. Temperatur azaldı, hara yönələcəkdir? Müsbət Q-yə yönəldi. Dedim ki, qabın həcmi deyəndə mola baxdıq. Necə? Qabın həcmi artanda mol artacaqdır. Qabın həcmi azalanda mol azalacaq. Bəs, yəni fikirləşəsiniz ki, bəs dediyi hər şeyin əksidir. Yenə də əksidir. Qabın həcmi artanda təzyiq azalır. Təzyiq azalanda molun çox olan tərəfinə. Onun qısacası, yəni qısa yol deyirəm də, qabın həcmi artanda, mol artan tərəfə. Bilirsiniz, bir də başqa yolla sizə izahlayayım. Bu bilirsiniz nəyə oxşuyur? Bu iki tərəfli otursana parklarda olur, sağ-sol tərəf. Nə deyirlər onu? Taxtravalli deyirlər də, yəni belə deyək də türkdə. Məsələn, elə belə deyək, hansı adam göydə qalır, yuxarıda qalır? Məsələn, iki adam minibdə, hansı yuxarıda qalır? Yüngül olan, ağır olan aşağı düşəcək, düzdürmü? Mən hansı tərəf yığmalıyam ki, o tərəf yəni bərabərlərsin, yüngül olan tərəfi yığmalıyam da, görürsən, əksini edirəm. Yüngül olan tərəfi dayca yuxarı qaldırmıram ki, oraya yığıram ki, ora aşağı düşsün. Bundan sonra dediklərimizi bir-bir bu testdə yazaq. Bax, tarazlığı reaksiya məhsullarının, bunu səhv eləməmək üçün məhsul deyəndə həmən əlimdə qələm kağız qəbulda sağa ox çəkirəm. Deməli, hansı tərəfə istəyir mənə? Sağ tərəfə istəyir. Necə yönəldim ki, yəni nələr yedim ki, sağa yönəlsin deyir. 1. Oksigenin qatlığını azaltmaq. Oksigen hansı tərəfdədir? Solda. Soldakını azalanda hara yönəlir dedim? Sola. Deməli, 1 olmayacaqdır. 2. Xloru azaltmaq. Xlor hansı tərəfdədir? Sağda. Sağdakını azaltdım, hara yönələcəkdir? Elə sağda. 3. Təzyiq deyəndə nəyə baxdıq bayaqlarım dedim? Mola. Təzyiq azaldı. Mol nə olmalıdır? Çox. Deməli, mol çox. Baxaq, solda 4 H xloru mollu, 1 O2 mol. Sol 5-dir. Sağ neçədir? 4. Deməli, təzyiq azalanda mol çox olan tərəf sola. Bizə lazımdır sağa. Oxumu çəkmişəm sağa doğru. Deməli, bu da deyil. Təzyiq artanda artıq məlum məsələdə hara yönələcəkdir? Mol az, yəni sağa tərəf yönələcəkdir. Deməli, 2 və 4-cü. Qısa forma